İnsan tək Allahlıq inancında olduğu qəlb rahatlığını heç bir dində, heç bir yolda tapa bilməz. İslamdan qeyri heç bir din, heç bir inanc və yaxud da dinsizlik olsun, ateistlik, deistlik və s. bu kimi şeylər. Heç birində bunların sən İslamda tək Allahlıq inancında olduğu kimi rahat tapa bilməzsən. Soruşun ateistlərə, deistlərə, digər dinlərə. Onlar o dinləri yaşasalar da daima bir şey onları narahat edir. Daima bir şey əksikdir onlara. Onun üçün onların qəlblərində belə əmin amanlıq olmaz. Onlar hidayət içərisində olmazlar. Ona görə tək Allahlıq inancı, la ilahə illallah sənə ən xeyri budur ki, sən əmin amanlıq və hidayət içərisində yaşayarsan və qəlbin rahat bir şəkildə yaşayarsan. Və həmçinin la ilahə illallahın gətirdiyi, tək ilahlıq inancının gətirdiyi xeyirlərdən biri sənə dünya içərisində saadət, rahat yaşamağındır, xoşbəxt yaşamağındır. Allah Teala ayətdə buyurur: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'min fələnuhiyyennəhum həyatan tayyibə." Mömin olaraq yaxşı işlər görən kişi və qadınlar üçün dünyada onlara dünyada gözəl həyat verərik, rahat həyat verərik. Bax, ha vaxt sənə rahatlıq hasil olar, o zaman sən yaxşılıqları edərsən. Necə edərsən? Mömin olaraq, yəni tək Allahlıq inancında olaraq, Allahı təkləyərək, ibadətlərini Allaha sövq edərək, bu şəkildə sənə dünyada rahatlıq hasil olmuş olar. Bərakallah.